Kərbala ki deyirlər, adı budur, qəm, qüssə, bəla, müsibət. Elə tarixəndə o yerlər elə olub. Və orada öz kitablarında gəlir. Hüseyn radiyallahu anhu deyir ki, əuzu billah, Allaha sığınıram kərb bu bəladan. Bu yerdən Allaha sığınıram. Yəni Hüseyn bu öz kitablarında gəlir. Hüseyn İbn Əlinin əuzu billah dediyi yerdir ora. Həmin torpaqlar. Allaha sığındığı yerdir. Bununla əslində sən neynəməsən, normal insan məntiqi ilə adam düşünəndə, sən doğrudan da Hüseyni sevirsənsə, onun o qanının axıdıldığı o torpaq, hansı ki orada başını kəsiblər, sən belə o torpağa nifrət eləməlisən, belə o sevgidən. Amma bunlar neyniblər? Eyni nəsranilər kimi. İddia edirlər ki, İsa'nı xaçda asıblar. Bu xaçda asıblar, sən bu xaçı qır, əz, tulla, sındır. Niyə? Sən Peyğəmbərə orada zülm ediblər, öldürüblər. Yəni bunların etiqadı ilə deyirəm. Amma sən götürsən o xaçı neynirsən? Öpüb alnıva qorsan, niyə? Sevmirsən İsa'nı. Bunlar da əksinə nifrət eləməkdən, həmin torpağa səzdə edirlər, öpürlər, bədənlərini sürtürlər, türbə deyib içirlər. Hansı ki o torpaqdan Hüseyn radiyallahu anhu Allaha sığınıb. Əhlüsünnə mövqeyi bu məsələdə nədir? Məlumdur. Necə İbn Teymiyyə rahmetullah Məcmuəl Fətavada gözəl bir sözü var. Və əhlüsünnə əqidəsi budur bu məsələdə. Deyir ki, kim Hüseynin ölümünə əmr veribsə, onun ölümündə yardımçı olubsa və onun ölümünə sevinibsə, Allahın, mələklərin və qiyamətə qədər lənət edə bilən bütün insanların lənəti onun üzərinə olsun.